Ustad Əliağa Vahidin məşhur bir beyti var. Biz xərabat əhliyik, meyxanələrdən çıxmışıq, badələr nuş etmişik, peymanələrdən çıxmışıq. Çox insanlar ikinci sətri mənim tələffüz etdiyim kimi tələffüz edib, beytin mənasız olduğunu iddia edirlər. Və yaxud özlərindən başqa mənalar qoşaraq izah edirlər. Amma mənim fikrimcə bu beytin ikinci sətrində tələffüz ahəngi ilə, yəni vurğu ilə əlaqədar bir nüans var. Badələr nuş etmişik peymanələrdən, çıxmışıq kimi tələffüz etsək, beytin mənası aydın olur. Zamanla badə sözü qədəh və piyalə kimi işlənsə də, sözün əsl mənası mey, şərab deməkdir. Badə sözünün mey kimi işlənməyinə dəlil olaraq Əliağa Vahidin özündən bir beyt nümunə gətirmək istəyirəm. Ləbində aşiqə olsaydı istifadə yeri, qədəhdə qanə dönüb qalmaz idi badə yeri. Bu beytin ikinci sətrində də şair badəni mey kimi işlədərək qədəhdə qanə dönüb onda şərab yeri qalmazdı deyir. Biz xərabat əhliyik, meyxanələrdən çıxmışıq. Meyxanələrdən hansı halda çıxmışıq? Badələr nuş etmişik peymanələrdən çıxmışıq. Peymanələrdən şərablar içib çıxmışıq.